Bir daha bu canlı yayın vasitəsilə sizləri xoş gördük. Ümidimiz var ki, bu canlı yayında sizlər üçün gündəm məsələlərlə ilgili faydalı bilgilər sunaq. Daha öncədən bəyan etdiyimiz kimi, bugün canlı yayınımızın konusu Güney Azərbaycan gündəm məsələləri olacaq. Və burada bir çox məsələ gedir Güney Azərbaycanda. Hər şeydən öncə bir daha Güney Azərbaycan Sərab ya Miyana arasında olan bölgələrdə zəlzələdən həyatını dəyişdirən vətəndaşlarımıza baş sağlığı diliyirik və Allahdan onlara rəhmət diliyirik. Bugünkü konumuz təbiətən bildiyiniz kimi Güney Azərbaycan gündəm məsələləri olacaq və bugünkü qonağımız da Cama Yönetim Kurulu Başkanı Sayın Doktor Əliza Abdullahi bəy olacaq. Sayın Doktor bəy, sizləri xoş gördük. Buyurun. Söz sizdədir. Mən də salam ərz edirəm bizi izləyən tüm vətəndaşlarımıza, eləcə də Səid bəy sizdən və 50 milyon xəbər ajansı əməkdaşlarından təşəkkür edirəm. Bu fürsəti, bu canlı yayını bizə fürsətini verdiyiniz üçün. İlk başda mən də təsdiq deyirəm. Şərqi Azərbaycanın Miyana və Sərab arasında o bölgələrdə, ətraf kəndlərdə deprəm və zəlzələdən ortaya çıxmış fəlakət nedeniyle soydaşlarımızın, vətəndaşlarımızın bir sıra can qayıbları olub. Allah'tan rəhmət diləyirəm və ailələrinə də səbir. Buyurun, mən xidmət istəyirəm. Çox sağ olun. Bildiğiniz kimi bu günler daha önce Güney Azerbaycan'da ve İran'da yaşanan bir olayın, bir ırkçı olayın il dönümüyle beraberdir. Necə ki bilirsiniz, 18 Aban 1394 İran rəsmi dövlət televizyonu kanalında Güney Azərbaycan və Türklərə qarşı bir ırkçılıq və aşağılayıcı bir program, uşaqlar programında bir program yayıldı və təbiətən burada da millətimiz, Güney Azərbaycanlılar etirazlar və mitinglər oldu. Bu günlər onun il dönümünün ərəfəsindəyik və birinci sualımız bu ola bilər ki, bu tip olaylar nədən İran dövlət televizyonlarında ya İran dövlət rəsmilərində baş verir? Bunların arxalarında nələr var və həm də ki, bugün onun 4-cü il dönümüdür. Buyurun. Ərz olsun ki, bu acı olayı millətimiz heç zaman unutmayacaq. Yəni, çox da üzərindən geçməyib, artıq 4 ildir. Biz yəni, qısa bir zamandır və yüz minlər insanımız o günlər etirazlarını bildirdilər və məsələ də kiçik bir məsələ deyildi ki, bu tezliğə və bu rahatlığa yaddan çıxar. İran rəsmi televizyonunun rəsmi bir uşaq verilişində Türk insanına, Türk evlatlarına bir aşağılayıcı tavır sərgiləyirlər. Orada sanki bu Türk o qədər gerizekalıdır ki, normal diş fırçasıyla tuvalet fırçasının fərqini bilmir və bu gerizekalı Türk unsuru dişlərini tuvalet fırçasıyla fırçalayır. Orada çalışırlar. Bu ata və oğlu Türk göstərsinlər ki, Tehranda
qonaq gediblər və beləncə bir danışıq ortaya çıxır. Bu olayın özətidir. Amma buna bənzər olaylar da az olmuyor. Biz unutmamışıq. 2006 may olayları, yəni 1385 Xordad olaylarında da İranın rəsmi qəzetəsində türkləri hamam böcəyinə bənzədirlər və o tarixlərdə də millətimiz tepkisini ortaya qoyur, etirazlarını belirlir və meydanlara gəlir. Bu iki dənə ən önəmli son illərdə bölgəmizdə olan hadisələrdir. Amma sorunuzun nədən bunu yapırlar? Niyə, nədən bu cür sorunlar ortaya çıxır? Bilirsiniz, Qacar İmparatorluğundan sonra rəsmən Türk hakimiyyəti, türklərdən minillik ardı-ardına gələn Türk imparatorluqlar və silsilələrdən sonra hakimiyyət yabancıların, özəlliklə İngiltərənin yardımı ilə türklərdən rəsmən alınır və o günün dünya şəraitinə görə Pəhləvi səlsiləsinə təhvil verilir və o gündən bu günə qədər ana bir xətt, ana bir fikir var. Orada bir millət, bir dil və bir dövlət yaratmaq istəyirlər. O da hansı bir millət? O millət ki, türk olmuyor. Həman tarixlərdə baxırıq, həman batılılar bir tərəfdən Osmanlı İmparatorluğunu yıxmaq istəyirlər, bir tərəfdən Qacar İmparatorluğunu. Maalesef bizim Atatürkümüz olmur, bizdə başarılı olurlar və xoşbəxtçilikdən Türkiyədə bu işi başara bilmirlər. Çünki bir dəfəndir Türk varlığını silmək istəyirdilər. Türk varlığının gücünü bilirdilər. O tarixdən bu tərəfə beləncə bir siyasət başlayıb, asimilasyon politikasını yürüdürlər. Türklərin maddi, mənəvi nə varlıqları vardırsa əllərindən almaq istəyirlər və bunu hər sahədə də yürüdüblər. Yəni, ilk Pəhləvi səlsələsindən, Rıza Şahdan başlayaraq, ikinci Məhəmməd Rıza Şaha gəlir və o tarixlərdə biz görürük ki, 1324 illərində Azərbaycanda yenidən bir canlanma var və o tarixlərdə bunlar bizim milləti, bizim Güney Azərbaycanlı Təbriz mərkəzli olan hakimiyyətimizin 35 min insanını qətlam edirlər və bir çox minlərcə insan da sürgünə məruz qalır. O tarixlərdə biz görürük, bunlar bizim türk kitablarımızda yandırırlar. Devam edir bu sürəc, İran, İslam inqilabı olur və bir dəyişim yoxdur. Yəni, ondan sonra da həman siyasət, yəni rejimlər dəyişir, amma türklərə qarşı olan siyasət aynı xəttdə, aynı hızda, bəzən biraz az, bəzən biraz çox devam edir. Ki biz bunu fərqli aşamalarda, fərqli zamanlarda, fərqli sistemlərlə görürük, amma ana fikir aynıdır. Və bu da türk millətini, türk unsurunu o coğrafiyada ən böyük millət olaraq 100 il qabaq təsmin tutublar bu unsur aradan geçsin, yarımçılıq qalıb və bunların düşüncəsi budur ki, bunu bir yolluq bu işi bitirsinlər. Mən bir olaya özət olaraq işarə elədim. Buyurun, siz sorunuz varsa Səid bəy, mən xidmətinizdəyim. Sağ olun. Görünən bu ki, bu olaydan sonra təbii ki, Güney Azərbaycan içində və həm Güney Azərbaycan dışında da bir sürü itirazlar, mitinglər oldu. Və burada da az öncə sizin söhbətlərinizin arasında yayınlanan videolarda da təbiətən Türkiyədə də böyük bir yankı oldu olay, bu məsələ. Daha öncəki olan etirazlarla bu olay Güney Azərbaycanda olan ya Güney Azərbaycan dışında gedən məsələlərin arasında
nə fərqlə görə bildik? Yəni bizim milli məsələdə bu olayı dünya mediasına sunmamız ya dünyanın başqa ölkələrində bu hərəkəti sunmamızın dəyişiklikləri nə olmuşdur o gün? Bilirsiniz, bu işarə elədim 100 illik bir sürəcə. Məşrutə hərəkatı var, orada Səttarxan, Xiyabani hərəkatı var, Pişəvəri hərəkatı var, İran İnqilab İslamında bir azacıq şəriət mədarı hərəkatı var və 1370-ci illərə qədər ki, bir çöhrəqanlı hərəkatı da ortaya çıxır. Bizim millətimiz çox ağıllıdır, eyni halda çox səbirlidir, tarixdən dərs alır, tarixini unutmur, əsaslı addımlar atmaya qərarlıdır. Düzdür, bizim bu son sürəc tariximizə baxdığımızda bir 25 illik tarixdir. Millətimiz tələsmədən, səbirlə bu sürəci sürdürmək istəyir. Çünki hər bir yenilgi millətimizə böyük bir zərbələr vurur və biz bunun bu zərbələri bəlkə Səttarxan hərəkatında təcrübə elədik, daha ağırını Pişəvəri hərəkatında. Millətimiz və milliyyətçilərimiz və hərəkətçilərimiz və liderlərimiz bu qənaətə gəliblər ki, bu oyanış sürəcini tam-tamına yerinə oturtmasalar, millətin hamısı bu işin içinə gəlməsə, bu iş tam yerinə oturmayacaq və yenə də məğlubiyyətə məruz qala bilər. Bu yüzdəndir ki, zaman-zaman son 25 ildə fərqli yolları denəyir bizim millətimiz. Yəni birinci qanuni addımlara, bilirsiniz, 70-ci illərdə Doktor Çöhrəqanlı Təbrizdən aday olur, qanuni yolları denəyir, İran rəsmi qanunları əsasında İran parlamentına getmək istəyir, amma görürük ki, o qanuni yolun belə önünü kəsirlər. Ondan sonra fərqli öyrənci hərəkətləri olur, başvurular olur İran rəsmilərinə. Biz görürük ki, heç birinə izin vermirlər, NGO-larımıza izin vermirlər, ana dilin istəklərində bulunuruq, izin vermirlər və bu 25 il sürəcin içərisində gəlirik, görürük ki, Babək qalası hərəkatı var. İnsanlarımız öz qəhrəmanlarının xatırlatmaq üçün, əzizləmək üçün qurultay qurur, öz milli sloqanlarını, şüarları atmaya başlayır, öz şüarlarını, öz istəklərini ortaya qoyur və biz görürük ki, hətta bunlar bunu da təhəmmül eləmirlər, Bez qalasında olan yürüyüşlərə də icazə vermirlər, onun da önünü kəsirlər. Gəlirik, işarə elədim İran qəzetəsi olayına, orada da bir təhqir olur və tepkisel olaraq millətimiz etirazlarını bəlli edir. 100 minlər insan bütün şəhərlərimizdə ortaya çıxırlar, öz etirazlarını bildirirlər və fərqli İranın radio, televizyonunda, uşaq kitablarına baxırıq, onlarda, qəzetələrində zaman-zaman biraz dozu az bu təhqir tohumlarının idaməsi var. Ta gəlir bu fitilə olayında ki, işarə elədim və o diş fırça məsələsinə, orada da milyonu artıq bu dəfə baxırıq, görürük ki, insanlarımız daha çox bu oyanış sürəcində birləşirlər, bərabərləşirlər və Fars mərkəzli faşist sisteminin daha nə olduğunu tanıyırlar və bilirlər. Bu dəfə görürük ki, etirazlar daha da böyüyür, hətta Tehrana da çatır, Qumda olur, Qəşqai türklərində də etirazlar göstərilir və etirazların günü-gündən çoxaldığını görürük. Eyni zamanda bu sürəcin içində Tehranda başqa bir olaylar olur. Bilirsiniz, Tehranda 1388-də bir seçim olur Tehranda. Tehranın hakimiyyətin öz arasında olan ixtilaflar var. Çalışırlar ki, hərəsi öz tərəfinə çəkə milləti və biz görürük ki, Güney Azərbaycan onların məsələlərinə dəxalət eləmir. Özünü onlardan ayrı tutur. 2 il öncə D olayları olur. Tehranın başqa şəhərlərində bir sıra ixtilaflar, bir sıra etirazlar olur. Və biz görürük ki, onlar yenə də Güney Azərbaycanı bu işin içinə çəkmək istəyirlər. Çünki bilirlər, Güney Azərbaycan olmasa onların
etirazları sonuc verməyəcək və Güney Azərbaycanlı hərəkətçilər və liderimiz başda olmaq üzrə bunların bu tuzağını biz başa düşürük. İstəyirik ki, millətimizdən ki, bu öz aralarında olan bir ixtilaf məsələsidir və millətimiz onlara yenə də özünü onlardan ayrı tutur. Biz görürük ki, oyanış sürəcində millətimiz nə qədər oyandıqca bunun təpkiləri də daha çox yankı bulur. Yəni sizin sorduğunuz yurt dışında nə olur? Biz görürük ki, 1385 Xordad olaylarında biz bunu bir türlü dünyaya çatdırmaya çalışırıq. Çatır da. Amma 94 Fitili olayında daha çox olur. Biz Türkiyənin 50-dən fazla şəhərində Türkiyədə olan qardaşlarımız bizə dəstək verirlər. Yəni bu Türkiyə olan həqarəti artıq millətimiz daha çox təşkilatlanıb, təşkilatlarımız daha çox təcrübələniblər və biz görürük ki, biz edə bilirik, ilgi irtibatımızı çoxaldaq Quzey Azərbaycanda və hətta batılı mediada da biz bunu çatdıra bilirik. Zəif olsa da gənə çatdırırıq. Daha önəmli, daha cüzi bizim çıxışlarımız, qonşu və qardaş ölkəmiz dediyim təkin Türkiyədə rəsmən 50-dən çox şəhərdə Güney Azərbaycan bayraqları ilə, Quzey Azərbaycan və Türkiyə bayraqları ilə Güney Azərbaycanda olan qardaşlarını dəstəkləyirlər. Aydındır. Bugünkü proqramımız təbiətən həm bu ırkçılığa qarşı etirazlarına il dönür və Güney Azərbaycanda gedən gündəm məsələlərdən ibarətdir. Ancaq ikinci sualımız olaraq təbii ki, bu günlər həm İran gündəmində, həm Güney Azərbaycan gündəmində və ya Orta Doğu'nun gündəmində Barış Pınarı hərəkatı olduqdan sonra bu və Güney Azərbaycanda bunun tepkisi ortaya gəlir. Bunu necə dəyərləndirmək olar Güney Azərbaycan Milli Hərəkatının açısından? Barış Pınarı hərəkatı sizin dediyiniz kimi bir dənə hərəkət olur Türkiyənin güneyində və Suriye'nin quzeyində. Oradakı bir teröristi quruq, cəmiyyət olaraq Suriye'də 5% olan bir cəmiyyəti olan bir etnik, Suriye'nin 30% torpaqlarını işğal edir. Və bunu da bir sıra Batı devletlərinin yardımı ilə edir, Türkiyənin tam sınırında edir. Daesh ilə mücadilə adı altında bunlar orada bir etnik təmizliyi yapırlar. Orada olan xalqları, istər ərəb olsun, istər türkmən olsun və ya orada başqa məzhəblərdən xristiyanlar olsun, biz görürük ki, bunları hamısını yerlərindən, yurtlarından, köylərindən, şəhərlərindən çıxaldırlar. Bir çoxu Türkiyəyə mültəci olaraq girir və bunlar günbəgün orada güclənməyə başlayırlar. Daha silahlanırlar, daha oranın idarəsini ələ keçirirlər və bu Türkiyə açısından bir təhdid sayılır. Bu yüzdəndir ki, daha bir çox müzakirələrdən sonra Türkiyə qərar alır ki, bu terör unsurlarını öz sınırlarından uzaqlaşdırsın və bildiyiniz üzərə 30 kilometr Türkiyə sınırından o tərəfə bunları rəsmən qovalaya aparır. Bu məsələyə baxdığımızda sadəcə Türkiyə və orada olan terörist qruplar arasında olan məsələ kimi gərək görməyək. Suriye olayları var, artıq 10 ildən çoxdur, orada olaylar var, orada yabancı ölkələr, məmləkətlər var, hərəsi öz milli mənafi uğrunda orada huzuru var və Suriye olayında İran və Türkiyə rəsmən orada qarşı-qarşıya gələn bir devlətlərdirlər. Yəni iki dənə mənafiləri təzadda olan devlət. Türkiyə bir tərəfdə, İran bir tərəfdə. Dediyim təkin biz bu məsələyə sadəcə Türkiyə və orada terrorçu qrupların məsələsi kimi baxmırıq. Orada məsələ Suriye'nin içində qarşı-qarşıya duran iki devlət görürük. Amma nədən və nə bahis olur ki, Güney Azərbaycan bugün İran adlanan ölkənin sınırlarında olsa rəsmən belə görünür və bizim millətimiz də orada vətəndaş sayılır.
Nədən bu iki qarşı-qarşıya gələn dövlətin mənafeyi məsələsi ortaya çıxanda bilirik ki, İran da barış pinarı hərəkatına müxalif idi. Bizim Güney Azərbaycan millətimiz nədən gəlir? İran deyil, Türkiyəni dəstəkləyir. Doğrudur. Əslində, Sayın Doktor Bəy, bağışlan sözünüzü də arasında. Buyurun. Bu maraqlıdır. Nədir? Yəni, burada 3 ölkə var, rəsmi olaraq. Suriye var, təbii ki, İran var və Türkiyə var. Və burada Güney Azərbaycan öz bu hərəkəti tepkisini ortaya qoyanda, baxmayaraq ki, sizin dediyiniz kimi, Güney Azərbaycan təbii ki, rəsmi olaraq İran coğrafiyasının içindədir. Nədən bu 4-cü unsur da ortaya gəlir? Bunun istəkləri nədir? Yəni, bu ortaya gəlmə nədən, illət nədir və çıxarlar nədir? Bu haqda nə ola bilər, nə düşünə bilər? Güney Azərbaycan açısından dəyərləndirəndə konu. Bəli, çox gözəl. Tam yerində vurğu yapdınız. Dövlətlər arasında bir məsələlər var. Amma orada Güney Azərbaycan etkəni də ortaya çıxır. Türkiyə öz milli mənafeyi uğrunda, Suriyə öz milli mənafeyi uğrunda və İran da təbiətən ki, öz milli mənafeyi uğrunda. Amma biz görürük ki, işarə elədiyim kimi, Güney Azərbaycan Türkiyəni dəstəklir. Birinci suala döndüyümüzdə biz görürük, son yüzyıla baxdığımızda görürük ki, millətimiz sürəkli orada bir sıra assimilasyona, zülümlərə məruz qalıbdır. Bizim millət tarixi hafizəsində bunu saxlayıbdır ki, və bilir və 21-ci yüzyıldayıq, millətin daha çox mənbələrə, qaynaqlara əli çatır, artıq öz tarixini oxur, artıq öz gündəmini oxur, artıq qonşularını tanımaya başlayır. Bizim millət bu son 100 ilin tarixi hadisələrinə baxdığında və ən son 25 il Güney Azərbaycan milli, rəsmən milli hərəkatına baxdığımızda millətimiz bunu görür ki, fərqli zamanlarda İran rejimi, İran bugünkü hakim olan rejim Güney Azərbaycan sınırlarında orada olan terörist qrupları dəstəklir. Biz görürük ki, bugün PKK-nın İran qolu olan PJAK-ın bir çox kəmpləri İranda olub. Orada eğitim görüblər. Biz görürük ki, onların yaralıları İran xəstəxanalarında tədavi olunublar. Biz bilirik ki, İran hakimiyyəti qəsdli olaraq oradakı sınır mərzləri bu terörçü qruplara bıraxıbdır. Onlar orada çox rahatcasına insan qaçağı da edirlər, silah qaçağı da edirlər, uyuşturucu məvad qaçağı da edirlər və günü-gündən güclənirlər. Rəsmən İran bu sınırları onlara bıraxıb. Eyni halda bizim millətimiz bunu da bilir. 1367-ci illərdə Ərağın quzeyindən yüz minlərcə Kürd, orada olan Kürdləri İrana gətirirlər. Adı İran olur, amma biz görürük ki, bunu Güney Azərbaycan torpaqlarında yerləşdirirlər, bunlara kimlik verirlər, vətəndaşlıq verirlər və Güney Azərbaycanla Türkiyə və Quzey Azərbaycan olan sınır və mərzləri rəsmən bir tampon bölgə oluşturmaya çalışırlar, başqa bir millət orada yerləşdirirlər. Eyni halda görürük ki, bunları nizami də dəstəkləyirlər, bunları maddi də dəstəkləyirlər, bunların güclənmələrinə izin verirlər. Bizim millətimiz bunların hamısını görür və oradakı öz mənafeyi ortaya gəlir. Bunu da görür. Bilir ki, bugün əgər Türkiyə əskəri Suriyə sınırında rəsmən bu terörçü qruplarla mübarizə edir, bunu bilir ki, həman əskərlər bugün bizim işimizi görürlər. Bizim millətimiz hala İsmail Simotko qətliamını yaddan çıxartmayıb. O illərdə olan Ciloluq faciələrini də yaddan çıxartmayıb və bilir ki, tarixi torpaqlarımızda gözü olanlar var, onların yabancı dəstəkçiləri var, onların İranın mərkəzində dəstəkçiləri var və bu Türk unsurunun aradan getməsinin ki, planı yarımçılıq qalıb 100 il bundan öncə başlayan
bunlar onu yenə də yürütmək istəyirlər. Amma bundan qafildilər ki, millətimiz o qədər böyük bir millətdir, o qədər tarixi təcrübəsi var ki, bunları sezə. Bu günə qədər milli hərəkatımızın aşamalarına baxdığımızda bizim bir çox hərəkətlərimiz tepkisel olub. Yəni ilk öncə bizə bir saldırı, bir aşağılama, bir məsələ ortaya çıxıb və biz ona tepkimizi göstərmişik əksləməl olaraq. Amma bu son olay göstərdi ki, milli hərəkatımız o dərəcə təcrübəyə malik olub, o qədər analizlərini gücləndiribdir ki, artıq tepkisel deyil, bəlkə öz vakunişi, öz eyləmlərini ortaya qoyur və beləliklə hakimiyyəti əksləmələr vadar edir. Yəni, artıq gözləmir ki, hakimiyyət bir iş görə, biz onlara tepki, etiraz eləyək. Bəlkə bu dəfə gördük ki, işin fərmanı bizim əlimizə keçdi. Milli hərəkətçilər çox rahatcasına, çox gözəlcəsinə birlikdə eləyə bildilər. Hakimiyyəti əksləmələrə məcbur qoyurlar və bu onlara çox, bu günlər görürük ki, çox çaşbaş qalıblar. Doğrudur. Yəni sıradakı sualıma siz gəldiniz. Barış Pınarı hərəkatı başladığı zamandan təbii ki bir neçə gün sürür. Ancaq görürük ki, Güney Azərbaycanda buna tepki verdiyi zaman olsun Təbriz şəhərində, Ürmiyə şəhərində həm bunun qarşısında İran hakimiyyəti tərəfindən bir para reaksiyalar oldu, həm də ki, Fars opozisyonu tərəfindən bir para reaksiyalar oldu. Bunların nədənləri nə ola bilər bu məsələnin ilgili və həm də bu məsələnin biraz uzun sürməsi, yəni bu məsələyə vakunişlər, reaksiyaların uzun sürməsi nədən ibarətdir? Doğrudur. Biz bu günlər görürük ki, İranın hakimiyyət və müxalifəti, İranın pozisyonu və opozisyonu Təbrizin və Güney Azərbaycanın millətinin bir araya gəlib Təbriz stadiumunda, traktor maçında bunları rəsmən çaşbaş qoyubdur. İllərdir bunlar bizim xəbərlərimizi boykot edirlər. Yəni biz hesab edin, Urmucölə olaylar olur, millətimiz etirazlar edir. Bir çox etirazlar edir. Bunların hakim və müxalifəti görməzdən gəlir. İstər dışarıda, istər içəridə yazılır, göndərilir. Bunları görməzdən gəlirlər. Fərqli olaylar olur. Qaradağ depremi olur. İran hakimiyyəti heç umurunda deyil. Bilməm, may olaylarında yenə də şəhidlərimiz olur. Bu həftədə rəhmətli, burada yad eləyək, Mühəndis Qulam Rza Əmani, Camo, Güney Azərbaycan Milli Oyanış Hərəkatının birinci genel başqan yardımcısının şəhadətinin il dönümü idi və bu həftədə bizim Güney Azərbaycan şəhidlərinin il dönümü də sayılır. Buradan hamısına Allahdan rəhmət diləyirəm. Biz görürük ki, o olaylarda, o böyüklüklərdə, olaylarda o qədər şəhidimiz də olur. Yenə də hakimiyyət və müxalifət heç bir bizim xəbərləri göstərmir. Fitil olayında xəbərlərimizi göstərmir. Fərqli. Bilirsiniz, Təbriz traktor maçlarında tək bu gün deyil ki, şüarlar verilir. İllərdir orada ana dili istənilir. Orada Urmucölü ilə ilgili şüarlar verilir. Orada məhbuslarla ilgili şüarlar verilir. Nədən bunlar bu gün, yəni bu yadlarına düşüb ki, bir Güney Azərbaycan var, bir traktor maçı var, orada millət var, orada millət gedir, etiraz edir. Biz bunu görürük ki, biz biraz öncə də işarə elədiyim kimi Güney Azərbaycan Milli Hərəkatı öz təpkisini ortaya qoyub. Nədənlərində dedik, nədən o tərəfi seçib, nədən Türkiyəni dəstəkləyir, onlara işarə elədik. Eyni halda lazımi yerdə öz təpkisini ortaya qoyur və pozisyon və opozisyon çaşbaş qalır. Bunu qavraya bilməyiblər, çırıxıblar və bu bizim millətin
böyüklüyünü, əzəmətini, gücünü göstərir. Bunlar bilirlər ki, bugün bu məsələdə artıq Güney Azərbaycan Milli Hərəkatı ortamı ələ alıbdır. Çox çalışırlar, kiçildilər, bilməm, görməzdən gəlirlər. Buna illər boyu çalışdılar. İndi də çalışırlar, amma yaxşı bilirlər. Onların da analizçiləri var, məsələləri təqib edənləri var. Artıq millətimiz lazımi yerdə öz haqları üçün ortaya çıxır, öz haqlarını istəyir, öz haqlarını davamçısıdır və başqa millət deyil. Artıq millətimizin umudu başqa yerlərdə deyil. Millətimiz bunu yaxşı bilibdir ki, öz taleyini, öz gələcəyini bəlirləmək üçün özü meydanda olmalıdır. Və bu milli oyanış sürəcinin bir parçasıdır. Birinci gündən başlayaraq, rəsmi, qanuni çərçivələrdə çalışaraq bu gün gəlir o yerə çatır ki, hakimiyyəti heç dilləmədən, hakimiyyəti göz ardı edərək, buna baxmayaraq ki, hakimiyyətin həm içəridə, həm dışarıda sorunları var. Suriyədə beynəlmiləli sorunları var, uluslar arasında başqa nükleer problemləri var, təhrimlərə məruz qalıb, içəridə müxalifətlər çoxalıb. Bunların hamısını millətimiz görür, təşkilatçılarımız da görürlər. Artıq öz yüzləri ilə ortaya çıxırlar, təpkisəl deyil, bəlkə öz tavırlarını ortaya qoyarıq. Çox sağ olun Sayın Doktor Abdullahi bəy. Bildiyiniz kimi bugünkü konumuz demək olar ki, həm 4 ildən öncə bugün andığımız, yəni ırkçılığa qarşı olan etirazların il dönümü idi. Həm də ki, İran gündəmdə, ya Güney Azərbaycan gündəm məsələləri haqqında söhbət etdik. Ancaq bunların və ya ondan daha öncə ortaq nöqtələri nə ola bilər? İran hakimiyyəti, Tehran hakimiyyətinin buna baxışında və ya opozisyonun ortaq nöqtələr Güney Azərbaycan açısından nələr ola bilər? İşarə elədim, son 100 ildə bu sadəcə Fars faşizminin fikri deyil, beyin, yəni ana fikri buradan deyil. Bir tərəfdə Osmanlı İmparatorluğu var, bir tərəfdə Türk İmparatorluqları, yəni tarixi sürecdə. Bu bir tarixi Türk unsuruna Batı və bölgədə olan onların elemanlarının nəfrətidir. Bunun içində ola bilər Ermənisi də ola, Kürdü də ola, Farsı da ola və başqa milləti eyni halda Batıdan olan biz etkiləri də görürük. 10 illər babalarımız Məmaliki, Məhrusi, Qacar dönəmində Azərbaycan-Rusiya savaşları olubdur. Yəni o böyüklükdə bir Rusiya ki, 1-ci Dünya Savaşında, 2-ci Dünya Savaşında gücünü göstərir. 10 illər bizimlə savaşda olublar. Düzdür, sonuç bizim məğlubiyyətimiz olub. Bəlli nədənlər dolayı o tarixi bir sürəcdə o tərəfə geçmirik. Amma bunlar bizim gücümüzü görüblər. Zamanında gücümüzü görüblər. 2 dənə Türk və eyni halda Müslüman imperatorluq var. Bunlar əgər bir gün birləşsələr, bu bölgədə olan elemanlar, əlaltılar və eyni halda uluslararası güclərin dəngəsini bir-birə vuracaq. Bu bir tarixi sürəcdir. O zamandan başlayıb, burada Türk millətini aradan qaldırma çabaları devam edir. Kəssəvləri də ortaya çıxıb, Məhmud Afşarları da çıxıb, bugün başqaları da vardır. Rejimlər dəyişir. Biri şahənşahı rejimdir, biri İslami rejim. Amma o ana fikir yerindədir. Çünki bu rejimlərin özləri də bağlıdırlar. Bu rejimlər özləri bir türlü elemandırlar, bir türlü mənfəətlər qarşısında iş üstə gətirirlər. Biz baxanda Pəhləvilərə və ya Cumhuri İslamiyə anlaşma əsasında iş üstə gəliblər, öz hakimiyyətlərini əl tapalar. Eyni halda o tarixi düşmançılıq ki, türklərlə var, burada olan xalq ilə, o planı sürdürmək istəyirlər. Amma dediyim təkin,
düşmanlarımız nə qədər güclü olsalar da, onlar bizim gücümüzü özümüzdən bəlkə daha yaxşı bilirlər. Onlar türk unsurunun, türk millətinin gücünü daha yaxşı bilirlər. Tarixdə bunu görüblər, onlar tarixlərini yaxşı bilirlər. Və bu sürəcdə mücadilədir. Mücadilədir. Onlar öz işlərini görürlər. Bir gün o işi Rusiyanın əli ilə, bir gün İngiltərənin əli ilə dirək, bir gün Pəhləvilərin əli ilə Andrej və ondan sonra Cumhuri İslamının da əli ilə yenə də andirekt bu işi görürlər. Amma qarşılarında türk milləti var. Türk milləti də günü-gündən ayrılır. Bunlar bizim torpaqlarımızı nə qədər bölsələr də, kiçilsələr də, bilməm ona buna pay versələr də, biz son günlərdə gördük ki, Urmu şəhərdarının voleybol takımının, yəni bir müsabiqə var, bir Mərivan şəhərinin bir timi ilə. Biz görürük ki, orada türklərə ölüm və Urmiyəyə ölüm sloqanı atırlar. Bu göstərir ki, bunlar dediyim kimi elemandırlar. Bizim torpaqlarımızı bunlara bağışlama istəyənlər ola bilər. Bəlkə bölə bilənlər də olar. Bəlkə bu gün Əncəlini Ceylan'a veriblər. Bəlkə bir sıra şəhərlərimizi, bilməm Şirvanşaha, bilməm Kərəcə, bilməm Kürt məntəqələrini veriblər. Amma bunlar bilirlər. Türk milləti ayağa qalxdığı zaman Rəşdən bu tərəfi də geri dönəcək. Əncəlisi də, Astarası da, Heyrancəliyi də, Qəzvini də Azərbaycan adı altına gələcək. Savası da, Qorvəsi də, Həmədanı da, Soyuq bulağı da, Xanası da, Üşlüsü də. Bunlar hamısı Azərbaycanın tarixi torpaqlarıdır. Bunlardan daha böyük, yəni dediyim kimi uluslararası güclər bu türk unsurunu ortadan qaldırmaq istəyiblər. Amma onların istəməkləri önəmli deyil. Bəlkə bizim necə cavab verməmiz önəmlidir. Və biz də bu son 25 ildə bu milli siyasi mücadiləmizdə öz tavırımızı ortaya qoymuşuq. Milli oyanışımız günü-gündən güclənir. Millətimiz üzülməsin, millətimiz niyaran qalmasın. Sadəcə oyanıq olmaları yetər, sadəcə meydanda olmaları yetər. Günü gəldiyində, tamam dediyim təkin bugün nəqşələr üzərində bölüb parçaladıkları torpaqlarımızın hamısı otomatik olaraq öz ana torpaqlarına geri qaytarılacaqdır. Aydındır. Çox sağ olun Sayın Doktor Abdullahi bəy. Sizi bizim bu dəvəti qəbul etdiyiniz üçün sizə təşəkkür edirik. Ümidimiz var ki, bir dahaki canlı yayınlarda da sizi görək. Çox sağ olun. Mən də sizdən və sizin 50 milyon xəbər ajansının əməkdaşlarından təşəkkür edirəm. Mənə yaratdığınız bu fürsət üçün sizə başarılar arzulayıram və əziz millətimizi və sizi də Allaha tapşırıram. Sağ olun, biz də sizə təşəkkür edirik. Azərbaycan! 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 Qeyrətini atmayın! Azərbaycan yatmayın! Qeyrətini atmayın! Azərbaycan yatmayın! Qeyrətini atmayın!
Bədəl ödəməyə hazır olmalıyıq. Əzizlər, çox önəmli bir nöqtədə işarə edəcəyim. Amandır, bizim paslarla işimiz yoxdur. Bizim İranın başa-baş protesto, təzahürat və etirazlarıyla işimiz var ya yoxdur? Var. Nə hətta? Onların əgər etirazları var, biz də edəcəyik. Amma bizim etirazlarımız müdavim olmalıdır, davamlı olmalıdır, kəsintisiz olmalıdır. Kataloniyanı unutmayın, Hong Kong'u unutmayın. Bakınız Hong Kong'un cemaatine ne için divanlardadılar? Bir tane Çin, Tayvan ve Hong Kong var. Tebaşık buyursunuz. Aralarında bir anlaşma yoktu. Ki suçluları ve suç işleyenleri, günah işleyenleri, gayrikanuni, kanuni olmayan bazı əməllərə mürtəkib olanları bir-birlərini iade etsinlər. Hong Kong'un dövləti bir kanun təsvib elədi. Ki buradan bu yana Çinlə bağlı, Pekin, Çin, onlarla bağlı bazı suçlar Hong Kong'da olursa, biz o suçlunu və günahkarı Çinə iade edə bilərik. Onu kaldırmalarına rağmen günleri, xiyabanlar aylardır Hong Konglularla doludular. Bunlar adamdılar. Bunlar muasir ve çağdaş insanlardılar. Katalonya'ya bir bakın, girin bir Google'a. Bütün xiyabanlar doludu. Yüz binler, milyonlar insan xiyabanlardadılar. Deyirlər istiklal ve özgürlük, bağımsızlık. İstiklal ve azadlık şuarı verirler. Necur diyeceğim size. Amandır. Bakınız İran rejimi dedim 1 trilyon artı 100 milyar dolar bu 40 ildə nəftdən və qazdan pul əldə edildi. 1 trilyonun xərcləyib özlərinə. Bütün ittilaatda və sifətdə olanların hamısının otelləri var. Böyük bağçaları, böyük bağları, böyük cəmiləri, əkinəcək, maldavar saxlama, toyuq saxlama, şirkət kampaniyalar qurublar. Və ac insanlarımızı işlədirlər ucuz parayla. Hamısının hütelləri, dedim, kampaniyaları, şirkətləri və hamısı olublar, maşallah, milyoner, milyader. Millət azından olur. Bu millətin %3'ü, 5'i 10'udur maksimum. Yani 82 milyonun 8 milyonu buzurdu. 74 milyon acından ölür. Bunlar, bu oğrular, bu zalimler təpədən dırnağa silahlıdırlar. Bunlar nə İslamı, nə təşəyyüü, nə milləti, nə vətəni müdafiə eləməyəcəklər. O kampani şirkət çaldıkları, taladıkları milyardıları müdafiə edəcəklər. Yəni malların və sərvətlərini müdafiə edəcəklər. Ona görə bilirlər ki, devrim və inqilab olursa, adil məhkəmələr qurulursa, hamısı məhkumdur. Nəyə? Həm edama, həm əbəd həbslərə, müəbbəd həbslərə məhkum olacaqlar. Ona görə zalimdilər, insafları, vicdanları yoxdur və rəhm eləməzlər. Nəyə tapşırıram sizi? Unutmayın. Peaceful mübarizəyə, İngiliscə peaceful, Türkçə barışçıl mübarizəyə, Ərəbcə, Farsça sülhamiz mübarizəyə və Ərəbcə məəs-sulh, ət-təriq məəs-sulh, barışçıl yolla mücadiləyə. Aynən Kataloniya. Gələcəksiniz xiyabanları, Təbrizin xiyabanları 100 minlərlə dolacaq. Azərbaycanımızın hər köyünün, kəndinin, qəsəbəsinin, şəhərcikinin, şəhərinin və vilayətlərinin başında olan şəhərlər, Təbrizimiz, Urmiyyəmiz, Zəncan, Ərdəbil, Kərəc, Həmədan, bunlarda milyonlar insanımız qoy dünya birincisidir, hamı görür. Yalın əllə gəlin, adamıq, adamlıq haqqımız istirik, insanıq, insani haqlarımız istirik. Ələn bəzi şuarlara bax, mən səcəriyəcəyim. Dedim, bayrağını al, gəl. O bayraq separatizm deyil. İran'ı bölen bayraq deyil. O bayraq bizim öz müqəddəratımızı əldə etmək bayrağımızdır. O bayraq bizim ola bilər ki,
federativ İranın bir cumhurisi olan, bir federasyonun bir üzvü olan Azerbaycanın bayrağıdır. Güney Azerbaycanın. O bayrak müstakil Azerbaycanın bayrağı da olabilir. Ama o bizim bu günleri İran'ın kabul ettiği self-determination, yani öz müqəddəratını əldə etmə haqqının bayrağıdır. Muxtariyet bayrağıdır. Özümüzü yönetirik. Parlamentimizde olan bayrağımızdır. Təvəccüh buyurursunuz. Ta bütün Azerbaycan yarandı. Bu bayrakçılar tarihin kızıl səhifəsinə bütün Azerbaycanın bayrağı var. Babamız Məhəmməd Əmin Rəsulzadənin qaldırdığı bayraqdır. Əzizlər, dedim bayrağı al gel ve barışçıl yollarla. Unutma, Mahatma Gandhi'nin mübarizelerini oku. Mahatma Gandhi'nin mübarize yöntemlerinde metotlarını oku ve öğren. Biz demiştim, Azerbaycan, Güney Azerbaycan bir dağdır. Savalan dağından yıka bir dağdır. Düşman, sen uyanırsan, sen yüksek seviyede milli ve siyasi şuura malik olursan, sen düşmanın yüzünden çok seni daldırdığı, batırdığı, ölüm uykusundan ve yukusundan kalkırsan, eğer sen uyanırsan, yüksek seviyede milli ve siyasi şuura malik olursan, düşman senin karşında, sen savalan dağsan, o bir ovuç kum ve topraktır. Senin ayağının altında kalacaktır. Biz terörist değiliz. Biz kanımız tökülse de kan tökmeyeceğiz. Biz Təbrizin xiyabanların yüz binlerle, milyonlarla dolduracağız. İnsanıq, insan görün, insani haklarımızı verin. Milleti, millet görün, millet tanıyın ve milli haklarımızı verin. Haks ve vergi verende Şirazdan, İsfahandan çok. Oğru, talancı, hırsız nametler, Tehran, alçak Tehran, hırsız Tehran, oğru Tehran, zalim Tehran. Təbrizdən, İsfahandan, Şirazdan çok taks, vergi, maliyet alcınan, onun 300'den birini ver Təbrizə, 300 kat daha çokun ver Şiraz ve İsfahana. Elə mi? Sen bizi ne hesabına koymuşsan? Koyun senin babandı. Uzunqulaq eşşək də sənin cədd abadındır. Bu sürməz. Bu çox sürməyəcək. Hər halda böyük millət, Mahatma Gandhi metodları, Mahatma Gandhi yöntemləri, sülhamiz, barışçıl metodlarla gələcəksən xiyabana silahsız, heç bir dükkanın camını, şüşəsini, xiyabanda olan o tirdə olan lampı sındırmayacaqsan. Buyurun. Mahmud Ali bəy öyle ciddi bir məsələyə toxundunuz ki, burada mənim əlim elə avtomatik belə qalxdı ki, mən söz istəyirəm, haqqımı tələb edirəm. Deməli, Mahmud Ali bəy bir dövlətin daxilində özgürlük tələb eləmək, bir dövlətin müstəqilliyini tələb eləmək din üsullarla mümkündür. Mahatma Gandhi təcrübəsi var və başqa ölkələrdə də var. O cümlə